Gollar vura bilərsən. Bunun üstündə işləmişdik. Kuçunları açılmağı, gol vurmağı, bunu da eləyə bildik, amma sonra onun birinci hissənin sonunda durduğumuz yerdə Krişnədən penal və ondan sonra bu illəri davam edən belə şey var bizdə, negativ bir şey ki, yəni gol buraxdıq, həmən oyunu unutmalıyıq deyə bir düşüncə var. Onu atlaya bilmədik. İkinci hissədə də necə olur? Demək olar ki, oyunu özlərimizlə belirləyək. Futbolda hazırlaşacağıq, yəni bu günləri futbolçuların üstünə düşünmək istəmirik, yəni bunu buraxacaq oyuna, çünki futbol oyunumuz var. Vacib oyunlardan biri olur. Qeyd etdiyiniz kimi elə birinci və ikinci sahasında fərqlərdən də danışdınız. Eyni zamanda motivasiyaya təsvir edəcəkmi? Elə özünüz də qeyd etdiniz ki, qarşıda kubok oyunu. Motivasiya təsir edəcək, eləməyəcək, yəni son çıxış yolu kimi kuboku nəzərdə tutsaq, son biz üçün bu ili yəni qurtarmaq üçün, yəni fikirləşirəm ki, futbolçular da özləri də hamımız bir yerdə tam başqa motivasiyalı bu oyuna çıxmalıyıq. Yəni tam başqa motivasiya deyəndə özünüz gördünüz, deməzdim ki, biz birinci, yəni bu oyuna motivasiyası çıxmışdıq. Xeyr, yəni gördüyümüz yollar yaratdığımız epizodda Ağada da şurada qırmızı aldıra bilərdi rəqibə, sonra özü qol vura bilərdi. Daha da üstündə biz həmən qol atmaya bilərdik penaltilər durduğumuz yerdə. Deməzdim motivasiyası çıxmışdıq və həmən oyuna da inanıram ki, futbolcular özləri tam başqa düşüncə ilə çıxacaq bir komanda şəklində. İş ona baxacaq. Çox sağ olun, Samir, yollar olacaq.